Tbilisidə Mirzə Fətəli Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyinin İncəsənət Qalereyasında Azərbaycan və Türkmənistan xalçalarının və digər əl işlərinin sərgisi açılıb. Bir həftə davam edəcək sərgi hər iki ölkənin Gürcüstandakı səfirliklərinin təşəbbüsü və Mirzə Fətəli Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyinin dəstəyi ilə keçirilir. Sərgidə Azərbaycanın Qarabağ, Quba, Şirvan, eləcə də Türkmənistana aid 20-dən çox xalça, digər toxuculuq məmulatları, zinət əşyaları və rəsm əsərləri nümayiş etdirilir. Azərbaycanda mayın 5-i xalçaçılıq günü qeyd olunurdu və bizim qardaş ölkə Türkmənistanda da may ayının son bazar günü də xalça günü qeyd olunur və biz belə deyək birləşdirib birlikdə Axundov Qalereyasında hər iki ölkənin xalçalarının sərgisini təşkil elədik. Bəli, xalçaçılıq bizim Azərbaycan mədəniyyətində də çox zəngin bir peşədir və bizdə burada Azərbaycanın, həmçinin Türkmənistanın zəngin xalçaları nümayiş olunur. Türkmənistanın Tbilisidəki səfiri Dövlətmurad Seyidməmmədov, Azərbaycan səfirliyinin müşaviri Kamal Xəlilov çıxış edərək sərginin əhəmiyyətindən danışıb, qədim xalçaçılıq ənənələrinin Azərbaycanda və Türkmənistanda qorunub saxlanıldığını qeyd ediblər. Azərbaycan və Türkmənistan xalçalarının birgə sərgisini keçiririk. İki dövlət bir millət olaraq Tbilisidə təşkil etdiyimiz sərgi may ayında Azərbaycan və Türkmənistanda keçirilən xalça və xalçaçılıq bayramlarına həsr edilib. Qeyd edim ki, həm Bakıda, həm də Aşqabadda xalça muzeyləri fəaliyyət göstərir. Xalçalarımız UNESCO-nun mədəni irs siyahısına daxil edilib. Xalçaçılıq mədəniyyəti bizim xalqlarımız arasında qədim zamanlardan davam edən yaxın əlaqələrin və iki dövlət bir millət olmağımızın göstəricilərindəndir.